Baxın, hörmətli müəllimlər, indi isə ötən il sertifikasiya imtahanında təqdim olunmuş müqayisə tipli test tapşırıqlarına birgə nəzər salaq. Öncəliklə qeyd edim ki, bu tip sualların təhlili zamanı müəllim ilk növbədə əsərlərin, belə deyək, ideya məzmun xəttini, obrazlar sistemini, bədii konfliktin xarakterini, müəllif mövqeyini müəyyənləşdirməli, bacarmalıdır. Bunu müəllim bacarmalıdır. Çünki müqayisə yalnız zahiri oxşarlıq və fərqlərə deyil, mətnlərin, necə deyərlər, daxili semantik qatlarına əsaslanmalıdır. Yəni diqqət edək ki, istər sertifikasiya sualları olsun, istər MİQ imtahanlarında müqayisə sualları əksər hallarda obrazların belə deyək, funksiyası, onların ideyaya yükü, cəmiyyətlə münasibəti, bədii mətn daxilində daşıdığı estetik missiya üzərində qurulur. Buna görə də hər bir müəllim faktoloji biliyi analitik təhlillə birləşdirməyə bacarmalıdır. İndi isə gəlin sualı bu prinsiplər əsasında təhlil edək və variantların hər birinin elmi cəhətdən nə dərəcədə əsaslı olduğunu müəyyənləşdirək. Deməli, ötən il sertifikasiya imtahanında mənə düşmüş 2 sual modelini sizə təqdim edirəm. Deməli, birinci sualda cədvələ əsasən bizdən uyğunluğu soruşur. Sabirin Əkinçi şeirindəki Əkinçi obrazı ilə Mirzə İbrahimovun Gələcək gün əsərindəki Musa dayı obrazının müqayisəsində. Baxaq görək. Birinci fikir belə idi. Sosial ədalətsizliyin qurbanı olan ümumiləşmiş tip nümunəsidir. Həqiqətən də Əkinçi obrazı sosial ədalətsizliyin qurbanıdır və eləcə də o dövr üçün minlərlə o tip deməli, obrazların insanların başqa sözlə ümumiləşmiş tipik bir nümunəsi kimi əsərdə təqdim olunur. Bir, uyğun fikirdir. 2. İstismar olunan kəndli təbəqəsinin bədii modeli. Bax, istismar olunmaq həm Musa dayı üçün, həm də Əkinçi obrazı üçün ortaqdır. 2. Uyğun deyil. 3. İqtisadi istismar. İqtisadi istismar var hər ikisində. Sosial hüquqsuzluq və acizlik psixologiyası. Bax, açar ifadəyə bax. Acizlik psixologiyasını biz Əkinçi obrazında görürük. 4. Milli mənəvi oyanışın və ictimai şuurun daşıyıcısı olan obraz Firidun obrazıdır. 4. Uyğun olmadığı üçün siləcəm. 5. Xalq həyatının və əməkçi təbəqənin mənəvi əxlaqi dəyərlərin daşıyıcısı kimi. Bəli, hər iki obraz qeyd olunan fikrin, hansı ki, əməkçi təbəqənin mənəvi əxlaqi dəyərlərin daşıyıcısı kimi əsərdə təqdim olunur, çıxış edir. Xarakterində milli mənəvi bütövlük və həyat müdrikliyi ifadəsi. Bax, bu açar ifadələr, bu Musa dayı üçün uyğun bir fikirdir. Ona görə 6 da uyğun deyil. Cavabımız olacaq 1 və 5 C variantı. Növbəti sual əsərlərdən verilən obrazların müqayisəsində uyğunluğu bizdən soruşur. Düşmüşdü Xurşudbanu Nərdivan əsərində Seyid Hüseyn obrazı, Müsbəti Fəxrəddin əsərində Fəxrəddin, Dəli Kür əsərində isə Əhməd və Aleksey Osipoviç obrazlarının müqayisəsində uyğunluğu. Baxıram birinci fikrə. Maarifçilik və tərəqqi ideyalarına bağlılıq. Bəli, hər adı çəkilən hər bir obraz maarifçi obrazı və tərəqqi ideyalarına bağlıdır. Ortaq fikirdir, bir doğru. 2. Ədəbi estetik zövqün daşıyıcısı. Bax, açar ifadə budur. Həqiqətən də Seyid Hüseyn obrazını biz Xurşudbanu Nərdivan əsərində, xüsusilə o məclis, ədəbi məclisdə ədəbi estetik zövqün daşıyıcısı kimi bizim yaddaşımızda qalır və hadisələrə ziyalı təmkili ilə yanaşması fikri də Seyid Hüseyn obrazına aiddir. 2 də doğrudur. Cəmiyyətlə mübarizədə daha prinsipial və emosional mövqedə dayanan obraz həqiqətən də Fəxrəddin obrazıdır. Hadisələri soyuqqanlı təhlil edən, eyni zamanda tolerant obraz olan həqiqətən də Aleksey Osipoviç obrazıdır. Əsərdə də biz görürük, dini dözümlülük nümayiş etdirir. 4 də uyğundur. 5. Əsərdə müxtəlif mədəni mühitlərin təmsilçisi kimi təqdim olunur. Bəli, həm Azərbaycan mədəni mühiti, eyni zamanda Rus mədəni mühitinin təmsilçisi kimi təqdim olunan obrazlar həm Əhməd, həm də Aleksey Osipoviç obrazıdır. Cavabımız olacaq hamısı. İndi mən burada variantlarda müəyyən dəyişiklik etmişəm. Məsələn, bu fikirlərin hamısı olaraq mən qeyd eləmişəm. Təbii ki, verilmiş cümlələrin, verilmiş fikirlərin içərisində o açar ifadələrin hansı obraza aid olduğunu müəyyənləşdirməkdən ötürü mən doğru cavab kimi hamısını vermişəm. Belə, əziz izləyicilər, əziz müəllimlər, xüsusilə baxın, istər sertifikasiya, istər MİQ imtahanında, xüsusilə ədəbiyyat fənnindən deyək ki, hazırlaşarkən əsərlərin məzmununu, müəllifin adını bilmək, bunlar elə başlanğıcdır. Bunlarla bərabər əsərləri müqayisəli şəkildə oxuyun. Bax, əziz müəllimlər, müqayisəli şəkildə oxusanız,
Deməli, bir neçə sual tam rahat, başqa söz faktoloji biliyə əsaslanan suallardır, amma əksər sualların çoxluğu analitik bacarıq olmalıdır, təhlil bacarığı bizdə olmalıdır ki, biz o sualları yaza bilək. İnşallah növbəti mərhələdə, növbəti günlərdə mən digər sualları da sizinlə bölüşəsiyəm. Sağ olun, sağlıqla qalın.